Qulaq as. Dünənki gəzintiniz nətər oldu, deyin görüm. Mikrofonu götür. Dünənki gəzintimiz çox gözəl. Qəşəng idi. Nə hiss elədiniz bax o gəzintidə? Heç kim fikirləşməsin ki, mən nəsə demişəm. Allah hamd olsun. Ay Allah, mən gərək bura bir dənə bir Quran kitabı qoyum, bir əl basmağa 2 dəqiqədən bir xahiş, and içməyə ki, mənlik deyil. Sən özün yaxınlaşdın. Yaxınlaşdım, elə sizə dedim ki, əvvəlcədən dedim ki, mənim fikrim budur. Mənə dedi ki, sonra məni kimdənsə bərabər görüb, heç kim sizə gəlib deməsin ki, bunlar burada belədilər, sonra bərabər gəzirdilər. Təmiz danışaq da, elə də elə deyil. Uşağımı apardım, gəzdirdim. Gecə oteldə tutdum. Üçümüz də qaldıq o oteldə səhərə kimi. Yəni uşağımın yanında. Yəni başqa bir niyyət, başqa bir hərəkət, başqa bir söz yoxdur. Uşağımın yanında bəli, yatmağını da gördüm. Pərvin, yaman gülürsən altdan. Yanımda saxlamışam. Yəni yalandan məni gizlətməyə nə mənası var? Nə olub onu deyirəm. Yalan danışmışam əvvəllər. O yalanıma görə özüm də əzab çəkmişəm. İndi yalan danışıram. Hələ ayrılmamışsın. Sən girmə, qurban olum, girmə, qoy danışsın. Və onun üçün ürəyim yaxşı da yaxşı, Kübrağam yaxşı da başına dönüm, yaxşı səni başa düşürəm. Mən səndən betər girmək istəyirəm ortaya, qoy danışsın onlar, xahişim, danış. Əvvəl yalan danışmışam, yalanlarım həmişə çıxır ortaya. Mənim yalanım qalmır. Nə doğrum var ortadadır. Sevirsən bu qızı? Bitib bizim. Bilirəm, bitib. Başqa şeydir. Bitmək başqa şeydir. Sevgi deyəndə ki, uşağımın anasıdır da yenə. Amma ailə həyatı bizdə bitib. Amma təəssüf ki, bitib də. Nöqtə qoyulub da, o bitmə söhbəti bir nöqtə qoyulub. Amma yerdə qalanı uşağımın da həmişə də yanında olacam. Həmişə də o sözü demişəm. Nə hisslər yaşadınız dünən? Necə oldu? Çox yaxşı idi. Gecə saatlarına kimi gəzmişik, şəhərdə idik. Əyləndik, yemək yedik. Nədən danışdınız? Bax, nə... Heç bir şey, ancaq özümüz üçün dedik, güldük, uşaqla oynadıq, şəkil çəkdirdik. Yaxınlaşanlar oldu. Şəkil çəkdirənlər oldu hesabsız insanlar. Yəni insanlardır. Yəni tabii sizin verilişinizin sayəsində tanıyan insanlar yaxınlaşdılar. Yəni belə. Mənim gözlərim biraz yığıla bilər. Çox üzr istəyirəm. Mən səhərə kimi yatmamışam. Ona görə, yatmamışam ona görə. Niyyət axşamı, bugün də Əhya gecəsidir, bugün Qədir gecəsidir. Üzürlü sayın, çox üzr istəyirəm. Mən heç vaxt belə hörmətsiz kimi qəbul eləməyin. Belə cavır yuxulu çıxıb cəmaatın qarşısına çox üzr istəyirəm. Oğlum, Allah qəbul eləsin. Allah qəbul eləsin. Deməli, Əkbər, bax, bu şeylərdən danışdınızmı? Bax, dünən fürsətiniz oldu ki, nə ilahə var idi, nə Sənubər var idi. Sən var idin, düzdür, o birisi ilahə oradaydı, o çoxdur da, o şeydi, səs yazan aparatdır. O elə bil ki, onu elə bir şey qoyublar ki, bu səs yazan aparatdır, ortada duracaq, hər şey yazacaq. Söhbətlərin heç birisini açmadı. Niyə? Bayram günüdür. Fürsət idi, nə olsun bayramı idi? Yox, fürsət idi. Niyə açmadınız, niyə danışmadınız ki, bax, biz niyə ayrıldıq? Nə səbəb oldu? Nə baş verdi? Elə gedək yeyək içək, gedək oteldə qalaq. Ararvatsınız, oteldə də qala bilərsiniz, küçədə də qala bilərsiniz, damda da yata bilərsiniz. Rəsmi, qanuni, nə dini nigahınız geri oxunubdur, nə rəsmi nigahınız geri çevrilməyibdir, yəni pozulmayıbdır. Siz rəsmi ararvatsınız. Sizi heç kim məcbur eləmir ki, gedin bunu eləyin və yaxud da ki, eləməyin. Və niyə danışmadınız? Sadəcə keçmişi nəyə vərəqləyək? Keçmişi sildinizmi? Yəni, gəl keçmişin üstündən bir xətt çəkək, yeni səhifə mi açaq anlamına gəlir? Yetərincə yormuşuq bir-birimizi. Sən heç sormadın mı səni narahat eləyən, səni bir insan kimi, bir kişi kimi narahat eləyən o şeyləri soruşmadın mı, danışmadın mı? İstəmədin mi? İstəmədim danışmağı. Yəni, hər şeyi qapadıb yenidən başlayaq mı düşüncəsində bu? Həmin günü mən övladıma sərf eləmək istədim. Sənin övladın danışa bilmir. Sənin övladından bir kəlmə danışdın, mənə niyə danışdırırsan? 2 kəlmə danışdın, gecə qalmışsınız oteldə. Yəni, bu uşaq da gedib yatıb, siz də söhbət eləmişsiniz. Məncə tərsinə idi o. Sırf onunla bərabər bir yerdə gün keçirmək üçün olub. Uşaq bəhanədir arada. Bəhanə deyil, xeyr. Valla bəhanədir, zar. Biz uşaq deyilik. Bəhanə deyil. Yəni, ən azından
nə bilim, uşaq həqiqətən bir bəhanə idi. Onunla bir yerdə olmaq istədi. Ən azından 2-3 saat. Mən onda inanardım ki, gedərdilər bir yerə, uşaq yerinə nəsə. 1 saat, saat yarım uşağı ilə əlinə, dünənlə bütün günü sənin qucağında olub uşaq burada. Amma Mehriban xanım, açığı deyim, mən şəxsən istəyərdim ki, barışsınlar. Mən istəyərdim. Barışıq olsun və ilahə balamız atalı, analı böyüsün. Onu çox istəyərdim. Mən isə sözümü yenə təkrar eləyirəm. Nəyə düzdürürsən onu? Burada olan bəylərə, hansı ki, Sən də özünü çox ayrılırlar, barışırlar, ara yerdə analar var. O anaları düşünün. Vah! Əgər barışacaqsınızsa, niyə o günləri Sənivər xanım burada o cür əsəbləşməlidir? Nəyə Sənivər görə? xanım ahnalə tökdü, əməlli başlı. Yox, nəyə görə? Əgər siz bu oyunu belə qutaracaqsınız, Bu oyun oteldə deyil, qalacaqsınız, məhz buradakı oyun. sizin eviniz var idi də, qalırdınız. Yalan deyirəm, yaşaydınız da, insana bundan artıq nə lazım idi? Vallahi da. Nə lazım idi? Ay, mən üzr Dekabr istəyirəm. ayında gülə-gülə, sevə-sevə bu adam sizə açar verdi. Yaşaydınız da o evdə. Niyə indi otel tutursunuz? Aləmi, o anaları incitirsiniz. Mən analara görə narahatam. Oteli onlar Hər Kübra xanım, əsəbləşəndə oteli onlar elə kefləri üçün sənin də, tutub. o Evsizlikdən tutmayıb bu oteli. ananın da ürək damarlarında incə damarlar Əkbər qırılır. gedib də öz qaldıqları evi də görüb də. Niyə oteldə qalırlar? Onlar öz keflərinə görə gediblər otelə. Evsizliyə görə getməyiblər. Heç də elə düşünməyin. Qaldı ki bizlərə, bizi neynirlər ki onlar? Getsinlər, barışmaq istəyir, getsinlər barışsınlar. Barışmırlar, barışmasınlar. Bax, Ne demek əla yani? fikirdir. Ana. Ben Bəli, bugün sabah ölüp çıxıb geleceğim. Benden ona ne? Ya ondan mənə nə? Elə tezindən versin. Beləncə adamlarla qohum olmaqdan da Allah tezindən versin. Ha, çox xoş günlər idi, xoşbəxt günlər idi. Mən burada çox şeyiniz burada baş verib də, yəni deməli ilk addımlarınız, nişanınız, xınanız, toyunuz, mübahisələriniz, dalaşmalarınız, ayrılmalarınız, birləşmələriniz, hər şeyiniz. Mənə maraqlıdır, doğrudanmı heç nəyi danışmadınız, heç nə danışmadınız, sanki heç nə olmamış kimi? Əkbər, bəlkələriniz oldu mu, yoxsa Əkbərin hələ bir qadağası var? Əkbərin bilirəm də, belə qadağaları olur da, bu barədə heç nə danışmırıq, heç nə demirik, söz-söhbətə düşməyək, dilə düşməyək, dillərə düşməyək, lazım deyil, danışdıqlarımızdan sonra dillərə düşmüşük. Mən səni artıq əzbər bilirəm, xarakterini də, xasiyyətini əzbər bilirəm Əkbər. Belədirmi, yoxsa əgər belədirsə, mən də susum, heç üstünüzə gəlməyim. Həmin günü, yəni mən istəmədim ki, nəsə aramızda mən deyəcəm, cavab alacaq, o deyəcək, mən cavab verəcəm, bir-birimizə o iyrənciliyə gedəcək həmin günü.
Niyə də olsun ki? İlahə, qarışdırma ailəmi. Yəni mən sizə demişəm ki, Zahir müəllimi heç vaxt yalan. İçindən nə gəlir onu da de. Kim sənə nə deyəcək, nə qınaq eləyəcək qoy eləsin. De. O bitmiş münasibətdir. Yəni yalan danışmağın nə mənası var ki? Deyirəm də mənim yalan danışmağım yoxdur. Yalan danışım hamısı gəlir ortalığa çıxır, tökülür. Həmişə də tökülüb. Kiməsə işdə də desəm, sizə də desəm, kimə də desəm, yalanım həmişə ortalıqdadır, gəlir çıxır ortaya. Başıma o şey bəla olur bu. Mən düşünürəm ki, əslində Əkbər barışmaq istəyir. Sadəcə olaraq nəsə bir sərhədlər var. O sərhədləri, bariyerləri keçə bilmir. Təbii. Amma istəməsə o qədər saat vaxt keçirməz. Pərvin xanım da həmçinin Axı niyə? Biz o qədər görmüşük ki, saç yoldu ilə ayrılmaqları, düşmən kimi hər əlinə bir dənə Kalaşnikovu götürsün, bir-birini biçməyi. Bəli. Biz belə mədəni ayrılmaqlara o qədər vərdiş verməmişik ki, çox az olur axı belə mədəni ayrılıqlar, söymədən ayrılmaq, təbii ki, ortada- söyüşmədən, savaşmadan, saç yolmadan, insan kimi alınmadı bizimki. Öpürəm səni. Balamıza xatir bir görüşə, bir çay içək. Övladımıza xatir bir gəzintiyə çıxaq. Qoy o görsün, bir ailə modeli uşağın gözündə itməsin. Normal deyilmi? Biz niyə illahda bir ata, bir ananın hələ ayrılmayıblar ha? Boşanmamış iki cütlüyün ayrıldıqlarını düşünərək boşandıqlar, Çox boşanmayan doğru deyirsən. cütlüyün Çox mədəni doğru. şəkildə balalarını götürüb gəzməyinə niyə pis Təbii görün nə qədər öyrəşmişik ki siz məhkəmələrdə, biz bu studiyada o saç yolmaqla, o güllə ilə, o qranatamiotla bir-birini atmaqla O deyir, o uşaq qədər öyrəşmişik mənimdir, bu deyir, uşaq ki belə mənimdir. baxanda bil ki aha bunlar barışacaq deyəsən. Aha deyəsən burada nəsə var. Yox, Zaur, söhbət ondan getmir. Biz örgəşmişik. Təbii Mikrofona. ki, Ana bariyerasını Nasıl kızı atlansa, söz altında qal- verirəm. Bir cümlə deyirəm. Ana bariyerası var. Yəni burada dağ dediyimiz, qaya dediyimiz nədirsə bu ana bariyerası atsa, Aslan, o da artıq Aslan deyirəm, Əkbər. daşqalaq olacaq Əkbər. Əkbər, bir yalan danışdın yenə. Siz oteldə qalmamısınız. Oteldə qalmışıq. Xeyr, oteldə qalmışıq. Xeyr. Oteldə qalmışıq. Amma sizə gəlmişdi də. Axşam düşürmüşük anasını, ondan sonra uşaq... Yəni İlahəgilə getdiniz, Bəli. İlahəgildə oturmusunuz, qalmısınız bir müddət. Ay, sağ ol. paltarlarını dəyişiblər. orada Bayramı getmişik, İlahə bəli. xanımgildə qeyd eləyib, sonra gecəni də getmisiniz Qeyd eləmişik, otelə. Yox, düşdü o yaşıl paltar. Sən yemək yemədin orada? Bəli, Zahir müəllim Çay bizə içdim. gəliblər. Çay içdim, oturdum. Yemək bir stəkan yeyib də, çay içdim. yeyib. Bütün qonşular bu saat informasiya göndərir bizə. Axşam Aslan Əkbər girdi İlahəgilin evinə. Bəli, bizdə olur. Bu da maraqlı nüansdır da bunu demədin. Ki yəni girdiyini görüblər İlahəgilə. Yəqin dal qapıdan çıxmısan, çıxdığını görməyiblər.